Salih Peyğəmbərin hekayəsi. Ərəbistan yarımadasında Səmud adlı bir tayfa var idi. Onlar Nuh Peyğəmbərin oğlu Samın nəslindən olan Səmuddan törəyib atmışdılar. Allah onlara bərəkətli torpaq və bol su bəxş etmişdi. Bu torpaqlarda büllur sulu bulaqlar, altından axan çaylar, bağlar və bostanlar var idi. Allah Cəllə Cəlaluhu Səmud qövmünə də çoxlu nemət vermiş, onları uzun ömürlü qövm etmişdir. Səmud qövmü burada bağlar salmış, uca saraylar tikmişdi. Bu yerlərin sakinləri sənətkarlıqla məşğul idi. Onların ustalıqlarının şöhrəti hər tərəfə yayılmışdı. Mərmərləri yonub saraylar tikirdilər. Daşların üzərində müxtəlif naxışlar oyurdular. Qayaları və daşları mum kimi əyirdilər. Dağları yonub içərisində böyük evlər, saraylar düzəldirdilər. Onların şəhərinə gələnlər gördükləri mənzərəyə heyran olurdular. Səmud tayfasının insanları bu nemətlərə görə Allaha şükür etmək əvəzinə onu unutdular. Daşları yonub heykəllər düzəltdilər və onlara ibadət etməyə başladılar. Hər hansı bir nemət istədikdə heykəllərə yalvarırdılar. Unutdular ki, heykəl düzəltdikləri daşları da onlara verən Allahdır. Səmudlular da əcdadları kimi idilər. Ulu babaları Nuh və Ad tayfasının başına gələnləri bilirdilər, amma yenə də Allaha ibadət etmirdilər. Allah Səmud tayfasından olan bir nəfəri peyğəmbər seçdi. Onun adı Salih idi. Həzrəti Salih Səmud qövmünə peyğəmbər göndərildi. Valideynləri əsilli nəcabətli bir nəslə mənsub idi. Onu hamı yaxşı tanıyırdı. Adı kimi Salih ömür yaşamış, qövmünün tapındığı bütlərə heç vaxt sitayiş etməmişdi. Allah Cəllə Cəlaluhu Salihi peyğəmbərliyindən əvvəl də hifz etmiş və bütlərə tapınmaqdan qorumuşdu. Bir gün Salih peyğəmbər cəmaatı başına yığıb uca səslə dedi: Məgər qorxmursunuz? Şübhəsiz ki, mən sizin üçün etibar etməli olduğunuz bir elçiyəm. Allahdan qorxun və mənə itaət edin. Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir. Məgər siz burada olanların içində sərbəst buraxılacaqsınız? Bağlar və bulaqlar içində, əkinlər və yumşaq meyvəli xurmalıqlar içində arxayınlıqla qalacaqsınız? Dağlardan məharətlə evlər yonub düzəldəcəksiniz? Allahdan qorxun və mənə itaət edin. Hətta aşanların əmrinə tabe olmayın. Onlar yer üzündə fəsad törədir və özlərini günahdan təmizləmirlər. Harınlamış insanlar yemək, içmək və əylənməklə məşğul idilər. Bütlərə ibadət edir, bu bütlərin onları himayə etdiyini düşünürdülər. Salihin çağırışına qəzəblənirdilər. Onlar deyirdilər: Salih də bizim kimi insandır. Yediyimizdən yeyir, içdiyimizdən içir. Özümüz kimi adi bir insanın dediklərini eşitsək, ziyan çəkərik. O bizə ölüb sürsümük olduqdan sonra dirildiləcəyimizi vəd edir. Bu yalana oxşuyur. Biz yeyib, içib, əylənib, qocalıb öləcəyik. Öldükdən sonra bizi kim dirildə bilər? Salih isə onun dediklərinə inananlarla birlikdə hər gün Allaha dua edirdi. Doğru yola gəlmək istəməyənlərə nəsihət verirdi. Səmudlular elə bilirdilər ki, tikdikləri imarətləri heç nə dağıda bilməz. Özlərini güclü və qüvvətli hesab edib saray bağlarında keçirdikləri həyatın daimi olacağını düşünürdülər. Öyündükləri bağ-bağçaları onlara bəxş edən Allahı tanımırdılar. Gözümüzlə görmədiyimizə inanmarıq deyirdilər. Bir gün bayramlarını bütlərlə birlikdə qeyd etməyə gedən Səmudlular: Ey Salih, sən də bizimlə birlikdə bayramımıza gəl, bizə bir möcüzə göstər. Sən öz Allahına yalvar, biz də öz ilahlarımıza yalvaraq. Əgər duan qəbul olsa, biz sənə tabe olarıq. Yox, əgər bizim duamız qəbul edilsə, sən bizə tabe olarsan. Dedilər. Salih onların bu təklifini qəbul etdi. Onlar bütlərini özləri ilə götürüb bayram keçirilən yerə gəldilər. Həzrəti Salih də ora getdi. Onlar Salihin duasının qəbul olunmaması üçün bütlərinə yalvardılar. Bu vaxt Səmud qövmü ağsaqqallarından biri: Ey Salih, bu qayadan 10 yaşında boğaz və iri qarınlı bir dəvə çıxar. Əgər bunu bacarsan, sənin peyğəmbərliyini təsdiq edəcəyik. Dedi. Salih qayanın yanına gəlib namaz qıldı və Rəbbinə dua etdi.
Birdən qayanın doğum sancısı çəkən qadınlar kimi sancı çəkdiyini gördülər. Ardınca qaya yarıldı. Oradan bir dişi dəvə çıxdı. Səmudlular bunu öz gözləri ilə gördülər. Sonra da həmin dəvə özü boyda bir erkək bala doğdu. Bunu görən Səmud qövmünü başçılarından biri və bəzi insanlar Salihə iman etdilər. Salih üzünü insanlara tutub dedi: Ey insanlar, bu Allahın bizə göstərdiyi bir möcüzədir. Siz istəyiniz üçün Allah onu yaratdı. Bu dəvə yer üzündə Allahın verdiyi sudan içəcək və otdan yeyəcək. Quyudan bir gün sizin heyvanlarınız, bir gündə bu dəvə su içəcək. Dəvə digərlərindən çox böyük idi. Bir gün heç su içmir, o biri gün isə quyudan çıxan suyu içirdi. O qədər süd verirdi ki, inananlar, bu Allahın bizə bir hədiyyəsidir, deyirdilər. Onlar heç əvvəllər belə bol süd verən dəvə görməmişdilər. Dəvə Səmudlular arasında bir müddət yaşadı. Səmudlular daha da azğınlaşdılar. Onlar Salihi öldürmək üçün plan qurdular. Amma əvvəlcə dəvəni öldürmək istəyirdilər. Çünki dəvə onların suyuna ortaq olmuşdu. Həm də onlar dəvədən qorxduqları üçün dəvə onları çox narahat edirdi. Hər dəfə onu görəndə düz yolda olmadıqlarını hiss edirdilər. Çünki qayadan dəvə çıxması möcüzəsini yalnız Allah edə bilərdi. Səmudlular: Salih doğrudanmı Allahın elçisidir? Xeyr, o da bizim kimi bir insandır. Peyğəmbər deyil, bəlkə də sehirbazdır. Öz sehri ilə dəvəni qayadan çıxarıb. Dəvə də sehirli dəvədir. Ona görə də onu öldürməliyik, deyirdilər. Beləliklə günlərin bir günü Səmudlulardan zalım birisi dostları ilə birlikdə dəvəni öldürmək üçün plan hazırladı. Onlar quyudan su içərkən dəvənin diz vətərini kəsdilər. İnananlar dərhal qaçıb gəlsələr də dəvə artıq yerə yıxılıb ölmüşdü. Dəvə öldürüləndən sonra dəstədən bir nəfər Salih peyğəmbərin yanına gələrək: tez özünü yetir, dəvəni öldürdülər, dedi. Həzrəti Salih dərhal dəvənin öldürüldüyü yerə gəldi. Gedin görün dəvənin balası haradadır. Arxasınca düşün. Əgər ona çata bilsəniz, Allahın sizə əzab göndərməsinə ümid var, dedi. Onlar dəvənin balasını axtarmağa başladılar. Bala dəvə çox da hündür olmayan dağın üstünə çıxdı. Salih peyğəmbəri görən dəvə ağlamağa başladı və 3 dəfə böyürdü. Salih qövmünə: yurdunuzda 3 günlük ömrünüz qaldı. Sonra həlak ediləcəksiniz. Bu elə bir vəddir ki, yalan çıxmaz. İnadkar tayfa yenə də Salihin dediklərinə inanmadı. Əksinə, bu dəfə Salih peyğəmbəri öldürmək üçün plan qurdular. Şəhərdə fitnə fəsad törədən, pis işlər görən 9 adam var idi. Onlar dedilər: bir-birinizin yanında Allaha and için ki, gecə Salihə və ailəsinə basqın edib onları öldürəcəksiniz. Sonra da onun yaxın qohumuna biz onun ailəsinin öldürülməsini görməmişik deyəcəksiniz. Beləcə onlar hiylə qurdular. Lakin Allah onların hiləsini boşa çıxardı. Salih peyğəmbəri öldürə bilmədilər. Səhər yuxudan oyananda kiçik, böyük, qadın, kişi hamısının üzü saralmışdı. İkinci gün qıpqırmızı oldu, üçüncü gün isə qapqara qaraldı. Nəhayət dördüncü gün Allah zalımlara öz əzabını göndərdi. Qorxunc zəlzələ onların qəlblərini yarır, evlərini dağıdırdı. Bu Səmudlular üçün əzablı bir gün idi. İnsanlar qurtula bilmir, möhtəşəm evlər yerlə yeksan olurdu. Beləcə şəhər xarabalığa çevrildi. Sanki orada heç kəs yaşamamışdı. Zalım insanlardan bir nəfər də olsun sağ qalmadı. Hər tərəf qaranlıq idi, heç nə görünmürdü. Nə çağıran var idi, nə də cavab verən. Salihi və ona iman edənləri isə Allah qorudu. İnananlar heç bir zərər görmədilər. Onlar dağılmış şəhəri tərk etdilər. Şəhərdən çıxarkən Salih ölmüş insanlara baxıb kədərli halda: mən sizə nəsihət etdim, Allahın dediyini çatdırdım, amma siz məni dinləmədiniz, dedi.